Əziz və hörmətli xalqım, dəyərli soydaşları, bildiyiniz kimi Amerika Birləşmiş Ştatları hansı ölkədə resurs var, o ölkəyə hücum edir. Oranı mənimsəyir, illər keçir. 30-40 ildir bu işlərində ən çox demək olar ki, apardığı siyasət bu olub. Məsələn, Çin, Rusiya, Venezuela, Səudiyyə Ərəbistan, Filistin, Suriya, Qətər, İraq, o cümlədən İran və gəlir Azərbaycan ərazisinə. Yəni, hansı ölkədə resurs var, o ölkədə əl qoymaqdır. Demək olar ki, ipək iqtisadiyyat yollarına da, Kərkəz istiqaməti, Singapur istiqaməti, sonra Yəmən əraziləridir, burada yollara da əl atır. Deməli, Amerika Birləşmiş Ştatların ən qurduğu böyük siyasətin başlandığı buradan başlayır, gəlir Egeyə tərəfə, Yunanistana. Amerika Birləşmiş Ştatların İngilislər tərəfdən qurulan bir dövlətdir. Demək olar ki, İngilislər 1000 il bundan öncə İraqı, Suriyada gəzərkən görürdük ki, 1200 il bundan öncə daha doğrusu demək olar ki, İraq evlərində və yaxud da Suriya evlərində qızıl kərpiclərdən istifadə. O vaxtı Azərbaycanın ən böyük sərkərdələrinin dönəmində də, ondan önəmli dönəmlərdə də müharibələr qaynayanda bu məlumatlar da var idi. Həmin İraqa məlumat çatdı, Suriya çatdı, bu məsələ İngilislərə yayılsa ağır məsələ olacaq. Orada Hindistan məsələsi də var. Pakistan əldən gedə bilir. Nəsə siyasi məsələ çevriləndə həmin dönəmdə o qızıl külçələri, kərpicləri demək olar ki, onlar üçün dəyərsiz sayılır. Haradasa bir 10 kilometr, 14 kilometrə yaxın yarğanlara onları daşıyıb dəvələrlə, arabalarla dağıtdılar, döktülər o dərə yamaca. Külək onların üstünü örtdü, özləri, yəni qayaların bilirdi hansı istiqaməti onları tökmək lazımdır. Və vaxt gəldi, İngilislər bu məlumatı çatdırdı Amerika. Gördünüz, İraqda oyun oynadı, Suriyada oyun oynadı, Qətərin sərvəti Suriyadan keçirmək üçün Suriya icazə vermirdi, İran vasitəsilə nə günə qoydu. İraqı nə günə qoydu, yetişdirdiyi adam. Həməsə, yəni dövləti idarə edən, dünya ölkələrini idarə edən belə desək də, kəl barmağı var, lotlar var. Həmən lotlar deməli, istənilən ölkədə yaradırlar. Məsələn,